Hər vaxtınız xeyir olsun. Bugün tamamlanan eskiz dəftərini göstərəcəyəm. Bunlar hal-hazırda davam edən eskiz dəftərləridir. Fərqli tarixlərdə başlamışam, amma hələ də içlərində yarımçıq qalan rəsmlər var. Bu 2020-də başlanıb, elə davam edir. Çox az. Yarısına çatmamışam eskiz dəftərinin. Çatmamışam deyirəm, gedir elə. Elə tam yarısına çatmamışam bu eskiz dəftərinin içində rəsmlərlə. Bunu bu il almışdım balaca. 2-3 rəsm çəkmişəm bunun içində də. Belə. Bu tərəfdən başlanır beləsinə. Tərsən başlamışam bu eskiz dəftərlə. Bunun içində də elə 1-2 şəkil çəkmişəm. Davam edəcəyəm. Buna da çoxdan çəkməyə başlamışdım. Nə vaxt aldığım yadımda deyil bunu. 2024'də almışam. Başlamışam da içinə. Üstündə yazı biraz pis olub. Bunun da içində 1-2 rəsmlər var. Çox az. Bunu da hələ davam edəcəyəm. Bununla da 2024'də başlamışam buna. Oktyabr ayında. İnktoberə görə başlamışdım, amma bir neçə şəkil çəkib yarımçıq qalıb bu da. Hələ davam edəcəkdir bu. Bunu 2020'də başlamışdım. 2025'də keçən ayın 31'i aprelin son günü bitirmişəm. Son günü çəkdiyim rəsm budur. Bunun içində biraz uşaqlara uyğun olmayan rəsmlər də var. Ona görə də 16 yaşdan 18 yaşdan aşağı uşaqlara baxmağa məsləhət görmürəm. Bu eskiz dəftərini 2020'də edərkən 100 gün challenge etmişdim. Onu da çəkmişdim. Hər gün bir rəsm çəkirdim. Sonra başqa challenge'lər də edəcəkdim güya ki, amma dijital çəkdim, gah eskiz dəftərlərini çəkdim, gah başqa rəsm dəftərlərindən falan çəkdim deyə bir müddət bu yarımçıq eləcə qaldı boş. Sonra üstünə təzədən başladım çəkməyə. Sonra yenə də ara verdim, çəkdim, ara verdim. Axırsı bu il tamamlamışam. Birinci günün rəsmi sentyabrın 20'si başlamışam özü 100 günlük challenge-ə. Birinci günün rəsmi anime qız personajı idi, o da Hinatanı çəkmişəm. Burada çəkmişəm Hinatanı. İkinci gün kişi rəsmi idi. Anime personaj kişi çəkmişəm. Biraz şkafa oxşuyur, amma pis deyil, maraqlı alınıb. Sonra Tapiçka idi. Dəbilqə. Necə eləmişdim? Mən 100'dən biraz çox yazı yazmışdım. Rastgele nələrsə yazmışdım ki, onları çəkəcəyəm deyə. Onları yazıb kağızlara bölüb salmışdı bir dənə bankanın içində. Hər gün oradan rastgele birisini seçirdim, çəkirdim. Çəkmədiyim rəsmlər də qalıb yazılı olan. Amma 100 dənəsini çəkmişəm. Burada otaq idi. Teması nə idi bilməm. Deyəsən oturduğum otağın rəsmini çəkmək lazım idi. Çəkmişdim. Bu birisi qaz sobasını çəkmişdim. Əl arabası. Burada küçüktü bizim itin rəsmini çəkmişdim. Doraemon da yazmışdım. Doraemon'u çəkmişəm. Mənzərə şəkli yazmışdım. Mənzərə də belə olub. Yoxsa çay mı, mənzərə mi, ağac mı? Tam olaraq bilmirəm. Ya mənzərə, ya ağac, ya da çay idi teması. Ona görə çəkmişdim. Guaş boyanı akrilik kimi işlətmişəm. Biraz qatı, biraz duru. Mənasız olub. Burada körpü çəkməli idim. İlk başda xoşuma gəlmirdi, amma belə baxarkən indi qəşəng görsənir. Qələm yonanım. Qazan çəkmişəm ki, qazandan çox şüşəyə oxşuyur. İğnə sapı idi bu. O biz tərəfdəki rəsm çıxıb bu tərəfə. Ona görə biraz pis görsənir. Bu da xoruz idi. Nə bilim, don idi. Çəkmişdim. O xoruzu mən almışdım. Fırça marker. Onunla çəkmişdim. Ona görə xətlər bəzi yerləri qalın, bəzi yerləri incə olub. Pis deyil. Qapı, amma qapıya oxşamır. Burada da çəkməyə çox həvəsim yox idi deyir. Guaşı deyilsin, sulu boya kimi eyib yoxsa sulu boya ilə sadəcə keçdim üstündən. Biraz yaxşı almadı. Burada uğur böcəyi idi. Şəkillərin belə sarı ləkəli görünməsinin səbəbi şeydir. Skoçdur. Skoçlanmayanda rəsmlər bir-birinə yapışır, eləyir, bulaşır, kirlənir, pozulur deyə. Ona görə skoçlamışım. O da əllərim o qədər düzgün işləyir ki, super işləyir. Heç səhv eləmirəm güya ki. Bütün qırış-qırış olub skoçlar. Burada da həmçinin çox araları düzgün yapışdırmamışam deyə hava qalıb qatlanıb eləyib. Qoca bunları hərəsini bir gün ayrı-ayrı günlərə böldüm. Qoca kişi çıxmışdı. Dedim, yəni bu şəkli gördüm. İnternetdə belə bir rəsm var idi, şəkil.
arvad kişi xoşuma gəldi deyə. Qoca rəsmi çıxanda, qoca kişi çıxanda dedim qadını da bura çəkəcəm. Ona görə sonraki rəsmi qoca qadın elədim. Beləcə bütün bir rəsm oldu 2 günə. 2 günün rəsmi bir günə sığdı. Ha, birinci qadın çıxmışdı. Qadını bura çəkmişdim. Kişini bura çəkmişəm. 7 8 birinci bunu çəkmişəm, ikinci bunu. Qadın çıxmışdı. Üzüm çəkmişəm. Karandaşlarla rəngləmişəm. Elə də pis deyil. Yastıqdır, bunu ya markerlə eləmişəm, ya da qara ruçka ilə nəyləsə. Yastığa çox da oxşamır, amma yastıqdır. Boş qablardır. Ölçüsüz etdikdə belə olur da. Vaxt da yox idi. Biraz həvəsim də yox idi rəsm çəkmə, amma çəkməliydim deyib. Eləcə qabağıma qoydum. Boş qablara baxıb tez bazar uyğun bir şeylər çəkmişəm. Qayçı. Pəncərə. Biraz bura ağ xət düşüb şeyə görə. Skoç aralı düşüb, yapışmayıb. Bu yana qatlanıb. Niyə hər bir şeydə eləmişəm, başa düşmüyorum, səhv edirəm deyə. Burada da gözün arasında boşluq düşüb. Şəkil özü saralıb, amma şey olmayan yeri. Bunu əslində skoçlamasam da olardı. Mən niyə mal kimi skoçladım ki? Bunu skoçlamışdım, bəs idi karandaşı. Bu ruçka idi. Ruçka ki yayılmırdı. Məsəl üçün burada da birisini skoçlasam bəs olardı. Əsas yayılan qara karandaşdır. Bunu skoçladığım üçün heç bunu skoçlamaya ehtiyac yox idi. Çünki kəpənəkdir. Oxşamır. Kəpənək uşaq vaxtı yaxşı çəkirdim. Böyüyəndən sonra çəkənmədim. Bu da xalçadır. Heç bunu da skoçlamaya ehtiyac yox idi. Bunu skoçlasam bəs idi qara karandaşı. Şəkil sulanıb, qatlanıb, üstünə mən də skoç da yapışdırarkən əyri-üyrü. Biraz anası ağlayıb bunun. Bu vərəqin bir tərəfdə sulu boya ilə banka çəkmişəm güya. Desk ki, akvarel boyaların heç keyfiyyəti yoxdur da pis olurlar. Üstləri kirli olur falan. Burada güya zincir idi. Kulak, ayak. Ya bu deyə ayaq idi. Yəni ayaq pəncəsi yoxdur. O bir şey ayaqdan söhbət gedirdi. Ona görə belə çəkmişəm. Ya şarik. Ya şardı ya top da öyleydi. Nəsə şarik falan bir şeyler olmalıydı. Şəffaf olmalıydı. O da alınmadı. Burada nədir? Qarşımdakı mənim iş masam. O vaxtı mənim iş masam belə idi. Qabamda balaca aşağıda olan stol var idi. Onun üstünə qoyub çəkirdim. Çəkdiyimi də çəkirdim. Neyse qabağında canlı gördüyümü çəkməliydim. Nə idi? Sonra yataq otağı. Mənim yataq otağım belə deyil. Xəyalımdakı yataq otağını çəkmişəm. Ya da rusalka mı çəkməliydim? Bilmirəm, şansını çəkməliyimsə çəkmişəm. Sonra telefon bu xoşuma gəlir mənim. Burada da ya ruçka işlətmişəm. Qara. Ya da şey, marker. Bəlkə də şeylə çəkmişəm. Penlə çəkmişəm. Bilmirəm. Pen neydi? Peru, ha, Peru. O bizim Peru ilə çəkmişəm. Bunlar da həmçinin. Aha, Peru ilə çəkmişəm. Çünki xətlər bəziləri incə, bəziləri qalın olur. Bunların hamısını Peru ilə çəkmişəm. Əl çəkməliydim. Biraz əyri olub. Öz əlimə baxıb çəkmişəm. Bax, bu qədər də pota deyil əllərim. Burada çox pota çıxıb. Elə belə incə deyil barmaqlarım. Bu deyil. Daha çox oxşuyur belə tutan halına. İndi oxşamır mı? Onda çəkəndə oxşuyurdu nəsə. Burada da tısbağa çəkmək lazım idi. Tısbağlar xoşuma gəlir. Əsası bu çox şeyimdir. Hansısa dizgi filmdən çəkmişdim. Xatırlamam amma. Şalvar çəkmək lazım idi. Sonra maşın çəkmək lazım idi. Mən də maşın çəkə bilmirəm deyə. Xoşuma gələn maşını çəkmişəm. Lexus. Lexus maşınların xoşuma gəlməyin səbəbi bir görüntüləridir, bir də adlarına görə xoşum gəlir. Fairy Tail animesində Lexus deyə bir personaj var. Əslində deyirsən Lexus amma Lexus deyirlər rus dilindən. Mən də elə öyrənmişəm deyə xoşum gəlir. İstəyərdim bir dənə Lexusum olsun. Üstünə də Lexusun şəkillərini vurum. Sonra fayton ya araba, at arabası elə bir şey çəkmək lazım idi. Bir birəsini çəkdim. Bir birəsini bu daha yaxşı görsənir. Bunları çəkərkən də perspektiv falan heç biri nəzərə almadan elə rastgele çəkirdim deyə ona görə biraz əyri olurlar. Sonra bu qələmondur. Ömrümdə çəkmədiyim bir şeydi. Maraqlı aldım. Stul hansıdırsa onu çəkməliydim, çəkdim. Qaşıq çəkmək lazım idi. Qoy. Təpimə. Qaşıqları çəkmək lazım idi, çəkdim. Ördək. Bu yaxşı alınıb. Bir dənə dimdiyi sınıb bir balaca. Bu sarısı çıxıb gedir. Sonra alma çəkmək lazım idi. Rəngli karandaşlarla pis alınmadı. Bu məndə ağardıcılar pis olur hər dəfə. Nəsə ağardıcı ilə vaxtım heç vaxt gətirməyib. Yarpağı yaxşı alınıb. Yarpağını çəkərkən də mən şey almışdım. Ucu balaca olan bir qəribə bir alət var. Başları yumru olan. Mən onu niyə dəst almışdım başa düşmürəm. Hamısı onsuz aralarında çox fərq olmadan balaca böyüdü. Ondan xətlər gedib sonra çək boyayanda belə incə damarlar qalır.
Maraqlıydım. Dinozavr. Dinozavr da çəkməyi bacarmırammış. Sonra divan çəkmək lazım idi. Mən də ya internetten baxıb ya da uydurub çəkdim divanı. Eğri olub. Dediğim gibi perspektif falan bilmem diye. Öyrənməyə də əyridirəm deyə necə gəldi çəkmişəm çox vaxt. Yumurta çəkmək lazım idi. Yumurtanı da bir dənə yumurta ilə yaxşı olmur deyə bir neçə cür çəkmişdim. Bunu deyəsən Pinterestdən götürmüşdüm. Sonra sıçovul kəsiyən dababa nəsə bir şey yazılmışdı. Onu çəkmişəm. Bir yaxşı alınıb balaca. Sonra sprey qabı çəkmək lazım idi. Mən də sprey püskürdən nə başlıqlar varsa tapdığım internetdən çəkdim. Toxuma bir şeylər çəkmək lazım idi. Mən də bunu çəkdim bir də. Onsuz da toxumağı bacaramam. Toxuma şeylər çəkə bilmirəm. Deyəsən burada mənzərə çəkmək lazım idi. Dəqiq bilmirəm. Mən də yumruğun içində həmin vaxtı bunu çəkərkən də internetdə görmüşdüm. Məsələn belə dairənin içində qəşəng mənzərələr çəkirdim. Mən də çəkdim. Pis deyil əslində, qəşəng görsənir məncə. Biraz qarmaşıq olsa da maraqlıdır. Əsaslı bu xoşuma gəlir mənim. Sonra aslan parçamı nəsə çəkmək lazım idi ya dəsmal. Mən də çəkdim. Amma bunu baxıb canlı baxıb çəkmişəm, yoxsa internetdən götürdüyüm bir şəkildən mi baxıb çəkmişəm, onu xatırlamıram. Normalda paltar çəkəndə bu qədər bacarıqlı deyiləm. Çox güman ki baxıb çəkmişəm, amma nəyə bilmirəm. Sonra xəyalımdakı ev rəsmi idi. Bu da Amerikan tərzi ev imiş. Bilmirdim, indi bildim. Çox vaxt evdə çəkəndə nəsə xəyalımızda iyi bir şeylər çəkirdik. Bu evi çəkdikdən sonra indi gəlmişəm burada. Həqiqətən də bu cür evlər var. Adam gördükcə ağzı açıb qalır. Hamısı oyuncaq şəkər evlərə oxşuyur. Buna belə bir evim olsun istəyərdim. Dəniz rəsmi lazım idi. Dəniz çəkmə barəsində elə bir bilgim yoxdur. Karandaşlarla, ruçka ilə, nə bilim, ağardıcı ilə dənizi oxşatmaya çalışmışam. Nə qədər oxşuyubsa. Sonra velosiped çəkmək lazım idi. Belə bir şey olur. Əjdaha çəkmək lazım idi. Mən də əjdahanı çəkməyi çəkəcəyim belə bir şeylər eləmişəm. Əjdahadır mı? Əjdahadır. Sonra it çəkmək lazım idi. Niyə? Axı məndə küçük. Deyirsən o küçük idi bu iti. Dəqiq bilmirəm niyə 2 dəfə it olub ma. İt çəkmişəm. Toz çəkmişəm. Bunu çəkdikdən sonra güya ki boyasıydım amma boyamamışım. İndi də boyaya bilərəm bəlkə də, amma boyamaya da bilmirəm. Çox güman ki boyamayacağım. Bunlar da həmçinin həmin qayda çəkmişdim. Uçqa ilə boyamaya deyə. Oyuncaqlar, nə bilim, filə oxşamır. Filin gözləri belə olunur. Sonra bu deyəsən güzgü ya çərçivə nəsə çəkəm. Deyəsən güzgüdür. Amma oxşamır. Sonra daşlar amma yaxşı alınır. Oxşuyur daşa. Bıçğı ya başqa bir adım var bunun, bilmirəm nədirsə. Bu da direldir. Kakras bizdə evdə var idi. Evdəki direlə baxıb çəkmişəm. Sərtqəylə işləyən pozanlar, mənim sevimli pozanlarım. Timsah. Timsah da çəkməyi bilmirəm. İnternetdən baxıb çəkmişəm. Bunların Pinterestdən götürdüyüm şəkillərlə. Biraz yolu versə olub. Sonra milli geyim çəkmək lazım idi. Mən də bunu internetdə tapdığım bir milli geyim idi çəkmişəm. Sonra da sulu boyanını da boyamışam. Keyfiyyətli olmasa kağızlarımı koramışam. Bulut çəkmək lazım idi. Belə kola da oxşuyur. Bulutdur. İnanın ki bulutdur. Siz düşünsəniz ki bulutdur, bulutdur. Pərdə çəkmək lazım idi pəncərədə. Pərdə çəkmişəm. Oxşamır amma. Düşünək ki pərdədir də. Oxşadığını düşünək. Burun çəkmişəm. Dəvə. Dəvə elə də pis deyil. Hətta deyərdim yaxşı alınıb. Mən uşaq kitabı üçün də dəvə şəkilləri çəkmişdim. Nəsə qara dəvə mi, nəsə bir hekayə var idi. Ona şəkil çəkərkən çoxlu qara dəvə çəkmişdim. Amma şeydir. Qara dəvəni çəkərkən onun xətlərinin üzünü ayırt etmək də çox çətin idi. Dəvənin rəngini biraz açıq istəsəydilər daha yaxşı olardı. Bu da qıfıldır. Yaxşı alınıb karandaşın rəngləri tünd. Saç. Ən yaxşısı bu alınıb. Kontrastı falan qəşəngdir saçın. Sonra yarpaq. Qız qalası. Xətlərdə yola versə elədiyim necə də bəlli olur. Tovuz quşu. Bunu da təsir çəkmişəm. Həvəs bir vaxt olmadığı üçün. Atın dodağı biraz uzanıb dimdiyə oxşuyub. Kibrit, spişka kibrit neysə onu çəkmək lazım idi. Yanan çəkmişəm. Burasında əslində pis deyildir boya. Sadəcə işıq yaxşı alınmayıb. Pikachu. Oy Pikachu. Yazıq Pikachu, nə günə düşmüsən sən? Əsas olan odur ki, belə qırış-qırış olsa da bu rəsmlər uzun müddət olmadan, xarab olmadan qalasıdır.
Bax, burada ağlı davranmışam, skoşlamamışam bunu. Bu akvarel boyadır. Ağac. Bu ağacdır. O birisi çox güman ki, mənzərə ya da çay mı? Desin, axar çay rəsmi idi o birisi. Bu ağacdır. Təyyarə, ömür boyu çəkmədiyim bir şey təyyarə çəkmişəm. Bu qəşəng alınıb. Sonra uşaq şəkil çəkmək lazım idi. Mən də Pinterestdən tapdığım personajların uşaqlıq rəsmlərini çəkmişəm. Civcivlər. Bunlar da xoşuma gəlir. Sonra karandaş, rəngli karandaş çəkmək lazım idi deyəsən, ya da adi karandaş. Mən də bunları belə çəkmişəm. Bu boyayla balıq çəkmək lazım idi. Seçilməsə də burada balıqlar var. Sonra yonca. Yoncanın bu çiçəkləri çox xoşuma gəlir. Əsasda bu qırmızı rozlu olanları çox şirin olur dedilər. Uşaq vaxtı qopardırdıq. Ha, bu yoncanın içində bir dənə də 4 yarpaq çəksəm nə olardı ki, hamısını 3 yarpaq eləmişəm. Bu da sulu boyadır, bu da sulu boyadır, bu da sulu boyadır. Tələsirdim, həvəsim vaxtım olmadığı üçün hamısını sulu boyayla tez bazar çəkirdim. Kaktus çəkmək lazım idi, kəllə çəkmək lazım idi, skelet. Kitab çəkmək lazım idi. Nə bilim, damlalar çəkmək lazım idi. Bu internetdə gördüyüm bir texnikanı eləmişəm güya ki. Əslində elə də pis deyil, məncə yaxşı görünür, pis görsənmir. İlan. İlanın başını çəkmişəm, bədəni çəkməmişəm. Çiyələk. Kocaman. Akışlar, buna oxşayan bir ayaqqabıları var, amma rənglər tam olaraq belə deyil idi. Altı qırmızı idi, üstü bordo, yaşabaldı rəngdə türdən olan bir ayaqqabı idi. Amma tam belə deyildi. Modeli biraz fərqli kimi idi. Sadəcə bu formalarda gedirdi. Oxşuyurdu buna. Xoşum da gəldi o ayaqqabıdan. Sonra çaydan çəkmək lazım idi. Hər şeydə sulu boya eləmişəm. Hər şeydə sulu boya eləmişəm deyirəm. Bu 99-cu günün bıçaq. Bunu biraz yaxşı çəkmişəm. Sonrakisində nə çəkmək lazım idi? Dipçəklər. Burada yazmışam dipçək deyə. Dipçəklər çəkmək lazım idi. Mən də belə xırda fərqli şəkillər çəkdim. Bəzilərinə baxıb çəkmişəm, bəzilərinə uydurub çəkmişəm. Pis deyil. Bunun nə olduğunu bilmirəm ama. Neyse. Sonra bizim 2020'miz burada bitir. 21'i bırakmışam arada. Başka şeyler, başka defterlere falan çekip. Sonra 2022'də bu eskiz dəftərdən buraya belə bir şey etmişəm. Karandaşlarımın testi nədirsə. Buranı skoçlamışam ki, bunun qarası buraya keçməsin. Sonra belə bir şeylər çəkmişəm. Güya ki, inkişaf üçün biraz məşq eləyəcəm deyib. Top çəkmişəm, nə bilim, 3 bucaq forması çəkmişəm. Bura nə gəldi yazmışam. Bu ucu 2023'ü yenə arada bırakmışam. 2022'də sadəcə bu iki araya bir şeyler çekip 23 yenə yaddan çıxıb və 24'də geri qayıtmışıq. Buradakı yazıları oxumasız da olar. Belə bir şeyler çəkmişəm. 6-cı ayın 27'si. Gələn ay 1 il bitəsdir. Bu eskiz dəftərini davam etməyə başladım. Sonra 6-cı ayın 27'si bir de bunları çəkmişəm. Oxuduğum bir manga var idi. Hem dinləmişdim, hem oxumuşdum. Çinlilərin neydi? Onu oradaki bir iki səhnəydi çəkmişdim. Sonra bunu gençində yarışmada birisinin çəkdiyi rəsm idi. Xoşum gəlmişdi. Belə perspektivi falan. Onunla baxıb çəkmişdim. Biraz da tez bazar eləmişdim. Bunu özüm çəkmişəm. Bu cür pozada başka game'de gençin personajının bir səhnə görmüşdüm. Onu prosta başka game'de başka bir personaj olarak çəkmişdim. Sadəcə o duruşu falan xoşuma gəlmişdi. Bir de üz ifadəsini dəyişib əlində səbət verib. Paltarını da dəyişdi. Korece orijinalda işlə qalmış. Sadəcə əyilib duran bir personaj qaldı. Vəssalam. Yani referans olarak baktığım şekil Genshin Impact'tan idi. Oyunun içindən səhnə. Prosta oradan da işlə qalmayıb, hər şey dəyişib. Sonra deyim, biz bunları 6-cı ayın 27'si. Bu 7-ci ayın 6'sıdır. Mən niyə tarixləri tərsinə yazmaya başlamışam ki? Sonra bunu çəkmişik. 7-ci ayın 6'sı. Yazılışına göre, geldiğine göre. Bir personel çekmişim, neyini bilmiyorum. Bu 10-cu ayın 5'i. Aha, 10-cu ayın 5'i çekmişim. Bir aktörün şəkli var idi. Ona baxıb tez bazar qaralamışdım. Bunu da həmin gün çəkmişəm. Bunu da həmin gün çəkmişəm. Arada neçə aylar keçib. Bunu bilmiyorum daha. Həmin gün çəkmişəm. Sonra mı çəkmişəm? Burada uca tarix yazılmayıb.
Buradan sonrasında biraz ehtiyatlı olmalıyıq. Burada da hissə şəkillər çəkmişəm. Belə başa düşülməsə də. Ay bir də boşalmışıq. Burada nəsə bir heykəl kimi bir şey var idi. Onun gözləri prosta buradan xəttə qoysam bölünür hissələrə. Dodağı, gözü, öpüsü gözü barınamırdı. Burada nədir bilmirəm. Sonra 10-cu ayın 5-ini bura çəkmişəm, 6-sını bura çəkmişəm, görürsünüz. Birinci bu səhifəni çəkib, sonra bu səhifəni mən niyə çəkmişəm? Mən niyə sırayla getməmişəm ki? Sonra qızlar da. Bunların açıq versiyasını yəqin Patreon'a qoyaram. Ya da qoymaram, dəqiq bilməm. Bu gençində təzə personaj çıxmışdı, onu çəkmişdim. 7 günlük dərs planına başlayırdım, amma əməl eləməmişəm. Birinci gündə bunları çəkmişdim. Burun. Sonra devam eləmədik. Bu da həmin birinci günün davamı idi. Ayın neçəsində, ayın tarixində yazmamışam. Sonra oktyabr günü yazmamışam. Bu da 10-cu aydı. Bunu özümdən uydurub çəkmişdim. Sonra biraz Sailor Moon tərzi bir şey çevirdim. Mən bilmirəm, niyəsə Sailor Moon personajlarının həmin ərəfi mənə maraq salmağa başlamışdım. Hətta başqa bir eskiz dəftərlərində də var. Orada da Sailor Moon çəkmişəm həmin ərəfədə. Gözləyim, bunu qoyum bura. Burada Naruto ilə Sailor Usagi'dir. Abi eskiz dəftərindədir. Bunda da nə vaxt başlamışam buna? Buna da 21-ci il 2021-də başlamışam, amma çəkməyə devam eləməmişəm. Öbürsündə ara verdiyim vaxtda bunları çəkmişəm. Bunu da sonra göstərərəm. Bunu da hələ davam etdiyimiz rəsmlərdə də. Aha. Bunu çəkdiyim ərəfələrdə bunu da çəkmişəm. Çox xoşuma gəlir mənə. Gürcüstanda idim. Gürcüstanda olan vaxt çəkmişəm. Bunu Gürcüstana gedərkən çəkmişdim deyəsən. Bunu amma Gürcüstanda çəkmişəm. Yəni bunu yolda çəkmişəm. Dəqiq bilməm, amma deyəsən yolda çəkmişəm bunu. Amma bunu Gürcüstanda olan vaxtı, qaydası vaxtlarına yaxın çəkmişdim. Yoxsa yox, tam orada gəzərkən çəkmişdim. Hətta orada çəkdiyim şəkli də var bunun. Bunlar da Gürcüstanda olarkən çəkmişdim. Neyse, bu eskiz dəftərə elə yarımçıq kimi gedir. Buna davam edəcəyik. Edəndən sonra çəkərəm. Bunun əslində başqa cür rəsmi idi. Prosta mən Sailor Moon'dan Naruto'nu çəkmişəm. Naruto'nun qız formasında 2 boynuz yığır saçının. Sailor Moon'da da ikisi də mavi gözdür deyə yan-yana çəkmişəm. Ayıb eləməyin çox. Yəni orijinalına baxıb çəkmişəm. Prosta personajlar dəyişir. Burada nə yazmışam? Özümdə. Ha, karandaşımın adlarıdır. Bu da 12 10 rəngli. Baxın. Ha, 10 rəngli Faber-Castell boyası idi. Almışdım. Onu rəngindən çoxdur rəngləri çıxartma deyir. Sonra arada Adəmdə qatmışam, koramışam. Bunu 2025'də çəkmişəm. Bu tarix buna aiddir. Balaca kardonu çəkib buraya yapışdırmışam. Ayrılar ayrılmaz. Nəsə yaşlı saçla maraq salmışdım. İməni bu cür yaşlı istəyirdim saçlarımı. Yaşıla boyadım, amma tam bu rəngi olmasa da həm də solub göyərməyə başladı deyə. Ucları tünd göy olurdu, dibindən axırdı. Hər yerdə yaşlı olur deyə bezdim. Saçlarımın rəngini yenə dəyişmişəm. Burada nəsə var ki, rənglərini vurmuşdum. Bunu karandaşla boyamışam adi. Xoşum gəlir əslində. Kardon üstündə keçən qalmışdı. Bunu burada çəkmişəm artıq. Brooklyn'də olan vaxtı. Burada Luç Klasika deyə bir sulu boya seti var idi. Ondan çəkmişəm. Rənglərini yoxlamaq üçün. Sonra da həm adi sulu boya karandaşı idi. Sonra suyla yayanda da hansını necə görsənim deyə. Pis karandaşlar deyil əslində. İşlətmək lazım idi. Bunu da 2024'də çəkmişəm. İlin sonlarına yaxın. Ne çəkəcəyimi bilməyib. Özümün anime tərzində biraz keçal versiyamı çəkmişəm. Oturduğum yerdə divanda belə bir yastıqla oturmuşdum. Mənim tez aldım toxuyan aparat var. Onu da koymuşdum arkada. Qabağımda da bunları qoyub. Planşet, telefon, karandaş, eskiz dəftəri ne çəkəcəyimi bilməyib oturub qalmışdım arka kağıdın qabağında. Onu da çəkmişdim buna. Sonra bunu internetdə gördüyüm bir rəsmdən çəkmişdim. Rəssam və rəsmi deyə. Bunu da özümdən uydurub çəkmişəm. Geçən gəldi bana. Buralarını mən sulu boya fırça ilə yüngül var boyamaq istəyərkən ruçka yayılıbdı. Gel ruçka idi. Bu da həmçinin gel ruçka olduğu üçün göyəribdi. Bunu da boyarkən göyər. Bu da Pinterest'dən baxdığım bir rəsm idi. Orada da qabağında belə bir bal qabaq var. İdi mi yox idi mi onu xatırlamıram.
Bunu da hansısa animeden ya mangadan səhnədə çəkmişəm. Xatın almamalısından. Sulu fırça ilə gedən kimi boya yayılıb hər yer göyərib. Bunlar da hansısa animelərdən rəsmlər olacaq. Bu hansısa webtoondandır. Oxumamışam. Sadəcə bu səhnə xoşuma gəlmişdi deyə çəkmişdim. Biraz fərqli olub. Burada peşəkar akrilik ya akrilik boya. İlk dəfə akrilik boya ilə çəkmişəm. Peşəkar boyalar idi. Sadəcə düzgün istifadə etməyi bilmədiyim üçün necə əldə etmişəm. Bunu bu il eləmişəm. Yanvarın 4-ü. Bu rəqəm 24'tü. Buradan önce yanvar başlayır. Yanvarın 2'si, yanvarın 4'ü. Bir gün bıraxa çəkmişəm necəsə. Bunların gözlərində parıldayan ruşka ilə çəkmişəm. Rənglər əslində xoşuma gəlmiş deyil. Bunu da yanvarın 2'si çəkmişəm. Bunu belə bir kardona çəkmişəm, sonra kəsib yapışdırmışam. Çünki bu tərəfinə çəksəydim, bu kağız bu tərəfdə bu şəkli koruyar deyə ondan sonra bunu yapışdırdım. Sonra bunu hansısa mangadandır deyəsən çəkmişəm. Bunu elə belə uçan başdır. Bu da mənim arzudur. 2 fərqli boyama üsulu ilə boyamışam saçlarını. Burada flomasterlə boyamışam, burada karandaşla boyamışam saçlarını. Ayrı olublar amma pis deyirlər. Sonra nə gəldi çəkmişəm. Burada da bunlar arzudur. Bu da Aynurun uşaqlıq vaxtıdır. Üstündə xeyli işləmişəm və xoşuma gəlir bu şəkil. Karandaşlarla boyamışam. Gözəl olub məncə. Aynur xanım. Burada formalarla bağlı nəsə öyrənməyə çalışarkən çəkmişdim. Bunu da elə belə çəkmişəm. Rəskələ əyri-üyrü olub. Bunu boyamam. Deyəsən bir stil markerlə boyamışam. Bədən rəngini. Amma yaxşı alınıb rəngi. Bilsəydim belə keyfiyyətli çıxacaq. Çoramazdım bunu. Neysə. Bunu elə belə çəkmişdim. Amma xoşuma gəldi deyə tam bitirdim bunu. Birinci bitirmək fikrim yox idi. Karandaşını elə belə eskizləmə. Sonra maraqlı oldu deyə davam elədim. Orijinal personajım ola bilər, buna bir ad verib. Çox güman ki, eləyərəm bunu personajım. Burada 1-2 dənə daha personajlarım olasdı mənim. Məsəl üçün bunlar mangadan olan personajlarımdır. Bu isə hər hansı bir hekayədə yoxdur elə ki, sadəcə özümün personajımdır. Bunu elə belə çəkmişdim, bir dənə şəklə baxıb. Oradakı şəkil biraz əyri-üyrü idi. Mən də əyri-üyrü çəkmişəm, heç fikir vermədən. Bunu tezə çıxan bir manga var. Manhua hansı idisə. Ondaki səhnələrdən çəkmişdim. Sadəcə pozalar üçün tez bozar. Bunu da hansısa mangalardan çəkmişəm. Bunlar da. Amma bunu sadəcə pozasını mangadan göstərsəm də bu personaj özü və əlini belə yandırması falan. Sadəcə kafama öyle gəldi, elə də çəkdim. Bunları internetdən baxıb çəkmişəm, amma bunu özümdən oynayıb çəkmişdim. Burada yeni Sailor Moon'u çəkmişəm. Axırıncı dəfə əvvəllər uşaq vaxtı falan çəkmişdim Sailor Moon'u. Ondan sonra tərgimişdim. Sonradan da bunu internetdən baxıb pozasını çəkmişəm, amma Sailor Moon olacağına yəqin özüm qərar vermişəm. Məncə belə deyil idi, Sailor Moon deyil. Başqa personaj idi məncə bu cür pozada olan. Sadəcə mən Sailor Moon elədim. Bunları elə rastgele eləmişəm. Mən hansısa konkret bir personajlar deyil. Bunları rənglərkən də bədənlərinə göy rənglər falan qatmışam. Maraqlı ton olunub. Bu şəkil bu yanda da eləmişəm. Bu tərəfdə boyayarkən bu yana çıxıb deyə. Burada da markerlə, incə marker, kopikdir nədir? Onunla liner, marker yox, linerlə çəkmişəm. Bu yan tərəfdə daha maraqlı görsənir. Bu da pis deyil əslində. Bu da çox xoşuma gəlir. Sonra nə bilirəm deyə özümdən sınayıb gözlər haqqında bildiklərimlə fərqli formalarda çəkməyə çalışmışam. Bu açıdan baş çəkməm mənə həmişə çətin gəlir. Burada biraz baş praktikası eləmişəm. Sonra bunu internetdə gördüyüm bir qız var. İncəcik beli var. Balaca beli var. Onun köhnə bir şəkli var idi. Çox xoşuma gəldi. Orada saçları qırmızı idi. Fuksi rəngində. Fuşya da deyirlər. Ruslar fuksi deyir. Bizdə fuşya deyirlər. O rəngdə idi saçları. Əlində bir lələklə yaşlı otların içində ağ donda oturmuşdu. Xoşum gəldi. Bunu boyamağa qıymıram ki, koruyaram deyə qorxuram. Bunu da internetdən gördüyüm bir rəsm idi. Çəkmişdim. Sadəcə boyayarkən
Renkler karışan karandaş var. 3-4 rengi ucu olan. O karandaşla boyamışım diyeyim. Bir yerde bir rengi oturmurdu diyeyim. Bir de olub rengi ama olsun istəyir. Sonra yine internetten baktığım bir resim çekmiştim. Burada da anatomiya bir acayip olub. Sonra internetten bakıp Ay Savaşçısının Sailor Moon'daki başka bir personajı çekmişim burada. İldırım Çağan kız idi deyəsən. Sadece indi giyimi falan biraz farklı oldu. Analar ve kızlar temasında olan bir resim görmüştüm internette. Mao Mao ve onun anası. Bunları ama kim olduklarını hatırlamıram. Facebook'ta görmüştüm çok yaman ki bunu. Bakın görüm. Fox'tandı ne? Ruçka ile çekmişim. Esas bu hoşuma geldi. Çok geçen alınıftım. Bu da pis değil. Biraz ayakları falan biraz acayip olup. Ama hoşuma geldi bir de. Burada keyfiyetsiz flomasterle boyamışım. Sonra yeni göz şəkli çekmişim. Sonra balaca kız şəkli çekmişim. Pinterest'ten götürdüğüm. Kızın elinde de alma mı vardı yoksa başka bir şey mi hatırlamıram. Əsl uşaq idi. Mən biraz çizgi film sayaq eləmişəm. Bunu bir challenge keçirilirdi Instagram'da. Oradan çekmişim. Orijinalını çekenin biraz farklı öz stilinde çektiği olan bir şeydi. Bu da həmin üçün eyni cür challenge'dan çekmişim. Gözləri xoşuma gəlir. Bu da çox xoşuma gəlir. Rənglənməsi bunun əsasda. Məncə qəşəng alınıb. Oy. Eski dəftərini də tutanmadım. Xoşuma gəlir bunun üzün boyanması falan. Yaxşı alınıb. Bu ortadan gəlib başqa renk boyayardım. Belə də boş görsənir. Elə bir boyamaq yaddan çıxırmış kimi. Sonra hansı dərsdə bilməm ya YouTube'dan ya da başqa bir yerdən şəkildə dərsə baxıb çəkməyi öyrənmək üçün çanak hissəsini çəkməyin praktikasını edirdim. Birinci dərs nə edirdim, sonra özüm o xatırladığım nə edəndə hər necə də desəm belə qəşəng alınıbdı məncə. Mənə xoşuma gəlir. Belə abartılı yekə olmayıb, nə də çox mənasız balaca olmayıb. Səliqəli oldu deyə düşünürəm. Mənim üçün burada da yaxşı alınıbdı. Xoşuma gəlir ümumiyyətlə burada çəkdikdə. Burada bellə, ayaqlarla əlləri qarışdırmışam. Normalda bu cür çəkmək mənim üçün çətin olurdu. Amma bu üsulla, yəni bu texnika ilə, bu cür çəkmə üsulu ilə etdikdə yaxşı alınır. Burada da var, altda qalıbdı eskizləri. Buna görə xoşuma gəldi bu cür çəkmək. Amma davam da eləmədim deyəsən. Sonra başqa qol altı çəkməklə bağlı. Qoltuq çəkmə mənə həmişə çətin gəldi. Onunla bağlı biraz praktik eləmişəm. Sonra ayaqlara. Gəlib bunları təkrar edib davam edeyim. Yansın deyə sonra bədən çevirmək falan. Dodaqlar gəlir, sonra yenə bədən gəlir. Bu şeylər mənə xoşuma gəlir ha bu. Çiyinlə boğazın ortasına doğru gələn sümüklər. Sadəcə onları düzgün çəkməyi hələ bacarmıram. Çalışırıq amma hələ ki alınmır. Burada da çiyinlə bağlı nəsə öyrənməyə çalışırdım. Yazmışam da burada amma buradan çıxıb qoyunlar. Oy mənim mərcilərim, qoyunlarım. Bu rəsmdən ötürü burada praktik etmişəm. Bunu çəkmək ideyası da mənə bu Black Sheep deyə bir mahnı var idi. Xoşum gəldi. Sözlərini indi mən oxuyamayacağım. Buraya bir hissəsini yazmışam mahnının. Kim istəsə pauzaya baxıb oxusun. Altda da tərcüməsini yazmışam. İnternetdən götürüb internetdə yazmışam tərcüməsini. Xoşum gəlmişdi deyə çəkmişdim. Özdə burada mən şey işlətmişim. Akrilik boya. Üstünü skoçdan olacaq. Skoç sadəcə bu kənarlarında durur. Yırtılma meyilli idi deyə. Sonra nəsə qaşla gözlə bir şeylər çəkmişəm. Bu personajı uydurub çəkmişdim. Məktəbli formasında çəkmək istədim. Əslində hər şey gözəl idi, yaxşı idi. Sadəcə lak vurarkən üstündə şəkil pozulmasın deyə skoçlamaq istəmirdim. Pozulmasın deyə üstünə lak vurarkən biraz çoxa qaçdı deyə o da sulandı. Ruçka izi ruçka ilə çəkmişdim. Bütün yayıldı, kör adı şəkli, bütün heyfsləndim, gözünə falan qara axdı. Əslində çox gözəl idi rəngli tonları.
Sadəcə bir dənə diqqətsizliyim düşünmədim. O da Korandı. Bu tərəfə də çıxmışdı. Bu tərəfdə təzədən həmin rəsmi üstündən çəkib boyayıb. Nə qayırdıq? Sadəcə ruskayla üstünü çəkdim. Aha, boyamadım. Bir dənə saçlarıyla şalvarını, bir də dərisini deyəsən boyamışam. Köynəyini heç dəyməmişim. Sonra burada renkli karandaşlarla falan anime tərzı bir şeyler, burun falan çəkməsini almışam. Burada nə çəkmeye çalışdığımı sözüm də bilmirəm. Kartımı uyuyor, kartımı seçeyim. Bunu internetten baktığım bir resimden çekmiştim. Biraz başı bədəninə görə böyükdür sanki. Səbirlə boyanmaya çalışmışdım bunu. Pencere falan hoşuma geldi, yaxşı rənglənib. Dərsi də yaxşıdır. Gəlib mən kənarlarını biraz daha tünd rənglə kontur alardım. Onda saçlar daha yaxşı görünərdi yəqin ki. Sonra əvvəlki bir neçə səhifə əvvəl çəkdiyim dərsi xatırlayaraq, yəni dərsin özünə baxmadan özüm xatırlayaraq çəkməyə çalışmışam təkrardan. Bunu da yaddaşımda qalan, nə vaxt izlədiyim dərslərdən qalan üz formasına görə çəkməyə çalışmışam. Nəyə necə gəldi olub, yekəlib, kiçilib, düzgününə baxmaq lazım idi. Burada da anime tərzi qız rəsmi çəkmişəm. Sadəcə boyarkən bədənini biraz bənövşəyə boyamaq istəyirdim. Maraqlı qəribə rəngi olar deyə düşünmüşdüm, amma biraz əsl dəri rənginə yaxın bir şeylər oldu. Sanki işıqlandırmaya görə rəngi ilə görsənir. Burada da özümdən çəkdiyim bir rəsmdir. Əslində üz ifadələrini çəkirdim. Manyak nəsə görmüş olarsınız yəqin ki. Çoxunun qabağına da çıxmış olar. O çoxlu pozalarda üz formaları var. Onu çəkərkən ona saç olaraq alov qoymuşdum. Niyə alov qoydumsa artıq. Bu gözündə belə eləmək nəsə maraqlı gəldi. Xoşuma gəldiyi üçün eləmişəm. Gözünü manyak. Bu aralar əslində çox, son zamanlarda çox meylim var idi. Şeylərə, gözlərə yatay, dəli kimi gözlər çəkməm. Burada perspektivə biraz çalışmışam. Sadəcə bir gün çalışıb bırakmışam. Bunları falan perspektivi anlamaq üçün. Qarışqa hörümçəklə gəldi şəkə. Əslində maraqlı şeydir. Sadəcə biraz səhv olan kimi adam narahat olur. Burada minik domikdir. Burada əllər çəkməyə öyrənməyə çalışmışam. Burada da nə yazmışam? Animeyə orijinal dildə baxarkən qız personajların səslərinin məndə yaratdığı hiss. Niyəsə mən orijinal dildə anime personajlarının animeyə baxa bilmirəm. Çünki orada qız personajların səsi çox belə cırıltılı, cığıltılı, qıcqedici olur. Az qala qulaqlarım qanasın. Burada da evdə canlı banka qabağımda yoğurt qabına gəldi qoyub onları çəkmişdim. Bu da bacı qardaşdılar. Bu bacı qız rəsm çəkməyə həvəsi var, öyrənməyə çalışırdı. Ondan qardaşını çəkməyimi istəmişdim. Mən də çəkmişdim. Burada da əllər çalışmışıq. Burada mənim minik tatlı arzumdur. Arzunun lap çivi versiyasını ayarmışam. Çox xoşuma gəlir. Şirin, minnoş yanaqlarını yesinlər. Bu solan gülə üzdür deyəsən. Burada da öz əlimi tutub baxıb çəkmişdim. Sonra üstündən. Əslində qəşəng alınmışdı. Niyə görə bilməm, amma hansısı dəli şeytan dedisə üstündən spiral setka çəkeyim deyə formaya uyğun. Bir də körladım, amma belə də pis deyil. Sadəcə heç nə etməsəydim daha yaxşı qalardı. Sonra mənim Arzunun Pinterestdən baxdığım bir rəsm var idi, bu cür pozu. Ona baxıb oradakı rəsmi, yəni oradakı maketi mənim Arzu olaraq çəkmişəm. Bu da Aynurdur. Aynur havalanıb dəli olubdu burada. Burada tərlan saçlarını burada qri eləmişəm. Amma digital çəkərkən şey eləmişəm, saçlarını qəşəng rəng eləmişəm. Hani mənim iPad. Budur. Tərlan personajı. Əsl saç rəngi belədir. Qəşəngdir. Bəzən saçını da fikirləşirəm, bəzən qara kimi. Mən yaxşı bu rəngdir. Sonra bu yenə Aynurdur. Bu da Aynurdur. Burada da Aynur biraz havalan. Burada biraz normal kimidir. Amma yenə də nəsə bir dəliliyi var deyəsən. İnternetdə görmüşdüm belə bir şəkil. Prosta Aynur olaraq çəkmişəm. Bunu elə belə fantaziyadan uydurub bir şeylər çəkmişik. Mesela qanadlı bir şeylər əslində görmüşdüm. Sadəcə mən istədim öz personajımı seçim və daha doğrusu öz personajım deyil də çəkərkən belə
Həvəsimə nə gəlsə ağlıma o vaxtda onu çəkərək çəkdiyim bir şəkildir. Saçlarını alov eləmişəm. Niyə alov elədiyimi heç özüm də xatırlamıram. Amma bir də xoşum gəlir gözləri falan. Sarı alov saçı gözləri də. Tamam, buradan çıxmışam. İndi mənə belə şeylər ayıb gəlmir. Əvvəllər utanırdım. İndi nəsə çox taxmıram. Bəlkə də bulurladım ya da yadımdan çıxsa heç bulurlamadım. Bunu martın 6-sı çəkmişəm. 2025'də. Oyundan da, amma hansı oyundan da bilmirəm. Oyundakı personajda biraz da dəyişilib çəkilib. Bunu Koreya manhua hansıdırsa ondan çəkmişəm. Bunu da həmçinin Koreya hansısa mangasında gördüyüm səhnədə çəkmişəm. Bunu isə şeydən çəkmişəm. Bir dənə qısa Çin serialı var idi, baxdığım. Çox xoşuma gəldi, sonluğu falan da. Short seriallardan idi. Oradakı səhnəni çəkmişəm. Anime tərzində. Bir də qızın saç düzümünü falan dəyişmişəm. Paltarların rəngləri fərqlidir. Bir də keçdikləri yer biraz fərqli ola bilər. Bir də ətrafda uçuşan güllər, amma səhnə, yəni oradakı səhnə idi. Bu cür oğlan velosiped sürücü qız da oturmuşdu. Onları çəkmişəm. Sonra burada yenə sürətli bir şeylər qaralamışam. Burada da karandaşla qaralamışam. Sonra aldığım qırmızı tuş var idi. Onu pöro ilə sınamışam, çəkmişəm. Burada da həmçinin həmin tuşla çəkmişəm. Çəkdiyim şəkildə daha doğrusu üstündən getmişəm. Biraz səliqəsiz olub. Sonra bunu da həm tuşla çəkmişəm. Bu şəkil çox xoşuma gəlir. Bu qız əsaslı üz ifadəsi falan, arıqlığı, saçlarının dalğalı oluşu falan çox xoşuma gəlir mənim. Bunu yəqin ki personaj edəcəyim. Adda qoyacağam. Qaş gözü çox xoşuma gəlir, bunun dodaqları falan. Sonra internetten baxdım. Bu da internetten baxdığım idi. Bu da internetten baxdığımdı. İkisi de daha doğrusu. Bunları da birinci pöro ilə qaralayıb sonra boyamışam. Bunu neon boyalarla boyamışam səhvən. Əslində metalik boya əslində çaşıb neonla boyamışam. Sonradan boyayandan sonra ayandım ki mən səhv karandaşla boyamışam. Bunu isə adi rəngli karandaşlarla boyamışdım. Bunun dərisi xoşuma gəlir. Rənglənməyi falan qəşəng alınıbdır rəngləri. Burada ailə portreti çəkirdim. Hələ də yarımçıq qalıbdı. Davam edərəm, etmərəm bilmirəm. Bunu elə belə oturduğum yerdə çəkmişdim. Gözləri xoşuma gəldi deyə burada çəkdim. Bir dənə də qabaqdan çəkməyə çalışdım, amma qabaqdan çəkdiyim almadı. Ola bilsin bununla bunu bir hekayədə istifadə elədim. Ya bacı qardaş oldular ya nəsə. Çünki gözlərində nəsə bir oxşarlıq var, dərində duran. Qaraltılı gözləri xoşuma gəlir. Sonra pişiklərə başlamışam. YouTube'da rahat pişik çəkməklə bağlı olan video idi. Ona baxıb tez bazar çəkmişim. Heç səliqəli də olmuyor. Əsas olan pozanı çəkməyə çalışmaq idi. Burada oyun personajı üçün bir eskiz çəkmişəm. Bunu ola bilsin nə vaxtsa digital çəkdim. Əslində digital çəkməliydim. Prosta nəsə vaxtım olmadı. Biraz özümü yaxşı istəmədim deyə tərgidim, çəkmədim. Sonra yeni pişiklər. Sonra özümdən uydurma bir portret. Kimsə pozasına baxıb üz görmürdü. Şıqayla rastgele çəkdim. Aprelin 30'u çəkmişəm bunu. 31'indən deyil ya. Aprel ayı 30'undan deyilsə 30'u çəkmişəm. Ha. Aprelin 31'i nə idi? Başlayıcısını videonu çaşıb 31 demişdim, 30'u. Bunu da 30'u çəkmişəm. Bunu da 30'u çəkmişəm. Sonra da bunu 30'u çəkmişəm. Burada uca ilk dəfə peşəkar akvarel boyasındanmışam. Xoşum gəldi rəngləri. Rəngi yatmağı falan, yumuşaqlığı, rəng qarışarkən o verdiyi tonu falan çox xoşuma gəldiyi üçün. Yəni peşəkar boya qeyri-peşəkardan çox fərqlənir. Yəni kim ki deyir, rəsm çəkmək üçün əlin altında gözəl bir rəsm çəkmək üçün hər hansı bir material olması yetərlidir. Bir kağız, bir karandaş bəsdir deyirsə də səhv deyir. Çünki kağız və karandaş bir yerə kimi səni götürə bilir. Oradan sonrası alınmır. Çünki mən illərlə inkişaf etmədən eyni şey çəkdiklərimdə heç bir inkişaf olmadığını gördüm. Rəngləyirdim, yaxşı alınmırdı. Nə qədər rəngləyirdim, pis olurdu. Lap günlər rəsmləri. Amma peşəkarlara keçəndə görürəm ki, xeyli fərq olur, yəni. Sanki birdən-birə sıçrayırsan, skillin artır, daha belə bacarıqlı çəkməyə başlayırsanmış kimi bir hiss olur. İndi mən göstərimdə gətirdim, mən alım peşəkar dərslərimi. Bunu tezəkcə almışdım.
1-2 həftə bundan qabaq almışam bunu. Sadəcə test etməmişdim. Xoşuma gəldi. 12 rəngli sulu boyadır. Bunu Azərbaycanda almışdım. Ya 30 ya 60 manat civarında bir şey idi qiyməti. Həmişə istəmişəm olsun deyə sınanma. Baha idi deyə ala bilmirdim. Kreditlə almışam. Yazıq məni. Bunu da buradan almışam. 18 falan, 18 dollar falan idi qiyməti. Ondan daha ucuz idi, amma içində 24 set var. Və keyfiyyəti həqiqətən çox fərqli bir şeydir. Burada rəngləri göstərirəm. Dəri tonları da hamısı içində. Bilmirdim belə bir şey olduğunu. Yəni ancaq dəri tonları olacağını gözləmirdim, amma portretlər üçün çox yaxşıdır. Bunun bir dənə də var idi. Klasik olanı. Orada artıq digər rənglər də var. Məsələn, mən istəsəm təbiət rəsmi falan nəsə çəkməyə, onları da çəkə bilərəm. Bunu ancaq portret yarayır. Üstündəki portretdən eynisini çəkmək olar mı bilmirəm. Ola bilsin ki, videoda test elədim. Sınadım, görüm necə alınır deyə. Mənim başqa kalendaş setlərim də var. Onları da test etmişəm. Sınamışam. Burada isə 11'lik setdə bu. Yox, 12'lik. Mən iyi səhv saydım bunu. Hə, 12'lik setdir. Onluq ne demişdim ki? Qara ilə ağı mən şeyləyərkən çıxartmışdım. Rəng test edərkən. Əsas 10 rəng gedir. Ağla qaranı niyəsə saymadan eləmişdim. Kimsə eləyərkən görüb mən də eləmişdim. 12'lik set. Keyfiyyəti bunun da geçənkli xoşuma gəlibdi. Sadəcə məndəki bunlar içində karandaşlar, rənglər adlarla da bütün setlər, yəni bu setin hamısının içində rənglər birə-bir eyni olmur. Bəzən içində fərqli ton olur. Məsəl üçün YouTube'da baxmışdım. Məndəki sarı rənglə həmin YouTube'dakının aldığının sarı rəngi tamam fərqli idi. Adları da fərqli idi, tonu da fərqli idi. Başqa karandaşlarım da var mənim. Onlara ayrı vaxt göstərərəm. Bunlar mənim təzə aldığım rəsm materiallarımdandır. Özümə başqa nələr almışam? Ağ ruçkalar almışam son vaxtlarda. Onları da elə test etməmişəm. Daha yoxdur burada. Ağ ruçkadır. Sonra linerlər də almışam. Başqa. Çoxdan aldığım başqa karandaşlarım var. Ruçkaları var. Zərli-mərli yazan. Oyalın karandaşları məndə 2 set durur. Birini özüm almışdım. Birini mənə hədiyyə vermişdilər. YouTube'da onların karandaşına incələmə videosu çəkmişdim digər YouTube kanalında. Ona baxdıqdan sonra mənə hədiyyə göndərmişlər. Düz eşitməmişlər. Sadəcə hədiyyə göndərdilər. Mənim də xoşuma gəldi. Belə. Yaxşı, bunu tamamladım. Ola bilsin başqa eskiz dəftərlərini falan çəkərkən də şeylədim. Rəsm çəkərkən də videolar falan çəkdim. Videolar üçün çox temalar nələr işləyim bilmirəm. Çalışacağım. Yaxşı rəsmlər olsun. Daha doğrusu çəkmə prosesini də çəksəm yaxşı olardı. Ola bilsin bu eskiz dəftərini hal-hazırda mən bunun üzərində işləyirəm. Düzdür, neçə günlərdir arada buraxmışam. Çəkəcəkimdə hətta aylar deyərdim buraxmışam. Bunları təcili mənə gələn ideyalarla çəkmişdim. Bəlkə boyadım, davam elədim, bəlkə yarımçıq qoydum. Bunu da Pinterestdən baxdığım bir şəkillə çəkmişdim. Bunu iş təklifində o örnək şəkil üçün çəkirdim. Sonra başım başqa işə qarışdı. Bunda da yarımçıq qaldı. Üstündən də vaxt keçəndə artıq o başqa təkliflər götürür deyə. Bu da belə yarımçıq qaldı. Özüm üçün nəsə eləyərəm, eləmərəm daha orasını elə baxarıq. Belə. Özünüzlə müğayət olun, sağlıqla qalın. Videom biraz uzun oldu. Ümid edirəm səbirlə baxarsınız. Və video üçün başqa fikirlər, ideyalar da verərsiniz. Elə başqa eskiz dəftərləri də var, yarımçıq olan. Burada deməli neçə eskiz dəftəri var. Bu tamamlanan birdir. Yarımçıq 1, 2, 3, 4 dənə bunlar var. Başqa. Gidib gəldim. Deməli tamamlananı qıra qoyaq. Elə rayonda tamamlanan var. 3, 4, 5 dənə yarımçıq eskiz dəftərlər var. Hal-hazırda davam etməkdə olacağım. Sonra bir eskiz dəftəri belə böyüyü var. A4 olan. Bunun da içində 1-2 rəsm var. Neçənci ildə çəkmişəm içinə? 2020'də çəkmişəm. Və ondan sonra çəkməmişəm içinə. Qıyamamışam daha doğrusu. Sonra belə bir eskiz dəftəri var.
Bu da yarımçıq qalıb. İçine bəzi vərəqlərini də qoparmışım. Axırıncı 2019'da çəkmişəm mən içine bunun. İlk rəsmi 2018'də çəkmişəm. Bu yanda bir dənə Naruto rəsmi var idi. O uca gedib. Kopartmışam onu. Naruto ilə Hinata'nın şəklini çəkmişdim. Onu boyamışdım. Divara yapıştırma diye koparttım. Sonra onu itirdim. Bilmiyorum harada. Belki durur hardasa. Başka yarımçıq eskiz dəftəri. Böyle. Bunun içində rəsm. Sadəcə bir rəsm çəkmişəm və elə də yarımçıq qalıb bir rəsmdə. Ne vaxt davam edəcəyim bilmirəm bunu da. Hara qoyulduk bunları. Sonra belə bir eskiz dəftərim var. Bu məndə nə vaxtdan var? 2015-2016'dan. Bunlar 2017'de çekmişim. 20'de sadece boyamışım bunu. Birçok səhifələrini de bunu kopartmışım. Aslında çox idi səhifələri. Kopartmışım səhifələrin çoxunu. Bu da yarımçıq durur. Bir neçə səhifələri yarımçıqdır. Bu tərlandı çəkmişəm. Bunları uşaq vaxtı çəkdim. 2019'da tekrar çekmiştim. Biraz acayip çirkin oldu. Gərək anime tərzi çəkərdim. O vaxt uşaq vaxtı çəkmişdi də çəkməyə çalışmazdım. Belə arzudur. Portretlər falan. Qarşı bu da eskiz dəftəri yarımçıqdır. Bu məndə ən köhnə eskiz dəftəridir. Hətta deyərdim ilk eskiz dəftərimdir mənim. Sonra bir dənə də bu var. Yarımçıq eskiz dəftəri. Buna da 2020'de başlamışam. Ve 2-3 səhifə sonra buna da bırakmışam. Yarımçıq çəkmişəm. Birinci insan şəkli çəkməyə. Sonra 2 səhifədə dedim, yox, mən bura ağac şəkillər çəkərəm. Sonra dedim, yox, heyvanlar çəkərəm. Axıra kimi. Vaz keçib tezədən anime şəkillərinə keçmişəm. Sonra vapşı bırakmışam. Heç nə çəkməmişəm. Mən də bu qədər bacarıqlıyam. Başqa da eskiz dəftərim var bir dənə də. Daha doğrusu eskiz dəftəri yox da rəsm dəftəri var. Hansı ki o nəhəngdir. A2 ölçüsündədir. Kameraya sığmayasın. Masa üstünə gətirə bilməyəcəyim onu. Bu da mənim arzu manqasıdır. Arzu. Bu tərəfdən başlayırıq aslında. Yarımçıq qalıb birinci bölümdə. İndi mən bunu tezərdən canlandırmağa çalışıram. Amma biraz özgüvən əksikliyi var. Həm də heç kəsə maraqlı gəlmir deyib. Ya da maraqlanan da bir iki nəfər nə dərəcədə gözləyir bilmirəm. Amma serialını davam etməkdə qərarlıyam. Çəkməyə başlamadım. Eski dəftərlərim də var yarımçıq. Bunu da ikinci seriyasını çəkdiyim harası kağızlar da durur yarımçıq. Görəkdən nə olur. Sağollaşmışdım güya ki. Neyse, sağ olun, özünüzdən müğayət olun. Gələn videolarda görüşmək üzrə. Onda bütün bunların hamısını ortadan sərgənin baxarıq. Ola bilsin karandaşlar da incələmə videoları da çəkdim təzəldən. Hansı karandaş necədir, nə dərəcədə xoşuma gəlir, gəlmir deyə bunlar barədə də bir şeylər bəlkə çəkdim. Başqa karandaşlarım da var, onları falan da. Ola bilsin bir dənə video çəkdim bütün karandaşlarına, amma ondan gələcək videolarda baxaraq. Burada 1 saata kimi uzandı video.